Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə mərkəzə yaxın, demək olar mərkəzin özündə. Demək, hörmətli izləyicilər, 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bu evi gördüyünüz kimi, bax belə rahat həyətinə 3-4 maşın daxil olan bir həyət evidir. Ev geniş otaqlı bir evdir, 4 otaqlıdır. Gördüyünüz kimi, bura həyət yanı sahəsidir. Evin bir hissəsinin üstünü çardaqla belə bağlayıb. Həyəti də buradan bir dənə belə ətraflı çəkirəm. Diqqətlə baxın, hörmətli izləyicilər. Gördüyünüz kimi, burada həyət yanı sahəsidir. Girənin evin özü ilə tanış olaq. Gördüyünüz kimi, hörmətli izləyicilər, bura evin giriş hissəsindən birbaşa, bax belə sol tərəfdə dəhliz. Buradan da geniş bir mətbəxdir. Mətbəxi haradasa bir 20-25 kvadrat olar. Hörmətli izləyicilər, ev təmiri vəziyyətdədir. Yəni, evin demək, təmiri hər şey qaydasındadır. Özdə Biləcərin demək olar yaxşı yerində, mərkəzində, çox yaxın yerində yerləşir. Gördüyünüz kimi, bura həyət yanı sahəsidir. Mətbəx hissəsi üzr istəyirəm. Burada gördüyünüz kimi, hörmətli izləyicilər, bu hissəsi mətbəxdir. Demək, hörmətli izləyicilər, bax, bura hamamdır, bura sanitar qovşağıdır. Mən izah edeyim, yəni burada çox adam deyəcək ki, yox, mətbəxdən ora birbaşa girişdir. Bu hissədən belə, alçıpanla belə bölünür, bax, buradan dəhli sistemi verilir buradan. Ayrıca buranı, yəni, ayırmaq olar ki, bir-birini görməsin. Yəni, elə bir ciddi bir problem deyil. Sadəcə bunlar geniş kimi saxlayın, deyiyyəsi belə eləyib, kim istərsə, yəni, buranı dəyişik elə bilər. Bura sanitar qovşağıdır, gördüyünüz kimi. Təmiri qaydasındadır. Burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi təmirlidir. Burada da moydatrizatı hamısı qaydasındadır. Hörmətli izləyicilər. Hörmətli izləyicilər. Çalışın video baxanda, yəni bunu bəyənməyi unutmayın ki, hörmətli izləyicilər. Yəni hər satışa çıxan evlərdən xəbərdar olursunuz. Həm də hamıya yəni videoların buranı bağlayaq bir dənə. Açıq qaldı. Bağlanmadı. Neyse, sonra bağlayalım. Gördüyünüz kimi, hörmətli izləyicilər, bəyənməyi unutmayın ki, hamı videoları görə bilsin. Hörmətli izləyicilər, qısa. Bax, buraya gördüyünüz kimi, yenə də əlavə buradan dəhliz sistemidir. Dəhlizdən birbaşa giririk. Evin təmiri gördüyünüz kimi göz qabağındadır. Burada sağda bir yataq otağıdır. Demək olar, uşaq otağıdır bura. Buranın da təmiri qaydasında. Buradan keçirib bir qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi haradasa bir 4-ün 6-ya olar. 24 kvadrat rahat var. Geniş, genişdir gördüyünüz kimi. Uqlabı qoyulub, stol qoyulub. Yəni hər şey qaydasında. Buradan daxil oluruq. 2 də burada bir dəhlizdir. 2 də otaqlar ayrı-ayrıdır. Burada bir yataq otağıdır. 4-ün haradasa 4-ə. 16 kvadrat olar. Bir geniş bir yataq otağıdır. Solda da bir, yenə də bir yataq otağıdır. Burada qladovka yeridir. Ev sahibi burada balonlar zadı, nə artıq əşyalar zadı yığıb. Gördüyünüz kimi, hörmətli izləyicilər, hər şey qaydasındadır. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi, demək, qeydiyyat propiska, yəni köhnə dədə-babadan damabo kimi nəzərdə tutulur. Yəni belə olacaq, sənədləri qarşı işığa da keçiriləcək. Qeydiyyatı da köməklik göstərəcək qeydiyyata. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, yenə deyirəm. Burada bir dənə minusu. Buradan alçıpanla bölürsən, sanitardan qovşağı hamısını belə ayırmaq olur. Baba, buradan belə alçıpanla böldüm, siyo, getdi. Ayırırsan, ayrı olur. Heç mətbəqə ayrıca, yəni qarşılacağı olmur. Qiymət də 105 min start qiymətdir. Real alıcı olsa, endirim olmanda birbaşa sahibinə danışacaqsınız. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halanı da xeyir versin.